bişiririk ki qazanaq. Və bugün iki komanda yarışa qatılacaq, amma ilk olaraq istəyirəm ki, bizim dostlarımıza təşəkkürlərimizi bildirək. Beləliklə, verilişimizin baş sponsorları Bravo Marketlər şəbəkəsi, sponsorlarımız Milla Süd Məhsulları, Milli Ət və Ət Məhsulları, Meçda Xəzəkə Duru Yağları, Richard Çayları, Stadiona Şirniyyat Məhsulları, Aura Kağız Dəsmalı, Miniboz Uşaq Bezləri və təşkilatı dəstəyə görə də çörəkçiyə təşəkkürlərimizi bildiririk. Komandalar hazırdılar və komandalarla gəlin yaxından tanış olaq, görək kimlərdir. Adınız? Nigar Qurbanova, aktrisa. Nigar Qurbanova, aktrisa. Ədalət Kərimov, aktyor. Aktyor. Bərabər çalışırsınız, bir yerdə işləyirsiniz. Sadəcə burada bir yerdə olacaqsınız, beləmi? Beləliklə, əgər burada oyununuz yaxşı alınsa, o deməkdir ki, siz hansısa bir tamaşada, filmdə tərəf müqabili ola biləcəksiniz. Bunu bax, bu dəqiqə biz biləcəyik, görək nətər pişirirsiniz, nətər yığırsınız. Siz özünüzü təqdim edin. Məcizzadə Natiq. Natiq, nə işlə məşğuluq? Demək olar ki, həvəskar aktyor. Həvəskar aktyor. Siz? İsmailov Ənisin. Aha, nə işlə? Həvəskar aktyor. Həvəskar aktyor. Siz də ilk dəfədir bərabər bilirsiniz. O rolünüz olub, bərabər bir yerdən oynamısınız. Olmayıb. Eləyin ki, bundan sonra desinlər ki, bunlarda yaxşı alınır, tərəf müqabilli və dəvət eləsinlər. Deməli, hansı yeməyi bişirəcəyik? Çox maraqlı bir yeməyimiz var. Nar qovurma. Eləmisinizmi nar qovurma? İnşallah eləyəcəm. Heç vaxt eləməmisiniz deyəsən. İnşallah eləyəcəm. İlk dəfədir bu verilişdə eləyəcək nar qovurma. Yəni, indi qədər nar qovurma heç vaxt bişirməmisiniz. Pişirmişəm. Pişirmişsiniz. Siz yemişsiniz nar qovurma, yoxsa pişirmişsiniz? Yemişəm, amma pişirməmişəm. Pişirməmisiniz. Bizdə nətərdir vəziyyət? Elə hər gün onu yemirik bura. Yemək yeyirik, amma pişirməmişəm. Bişirməmisiniz. Deməli belə, bu nar qovurmanı bişirmək üçün bizə hansı məhsullar lazımdır? Yadda saxlayırıq. Xatırladıram ki, bir nəfərin gözü bağlı olacaq. Bu verilişimizdə bəli, vacib olan amildir. Deməli, quzu əti lazımdır, yadda saxlayırıq. Soğan, şabalıd soyulmuş, təmizlənmiş, nar, zoğal turşusu, yəni palçıq turşu deyirik, duz, istiyot, kərə yağı, kişniş. Əlavə aldığınız, gətirdiyiniz bu yeməyə aid olmayan məhsul və yaxud əksik olarsa da siz cərimə oluna bilərsiniz 50 manat dəyərində. Vaxta uyğun gəlib çatmasaz 100 manat cərimə oluna bilərsiniz. Bunu nəzərdə saxlayın. Bu ərzaqları toplamağa sizə 5 dəqiqə vaxt veriləcək, sürətli olmaq lazımdır və gözü açıq olan adam ərzaqlara toxuna bilməz. Yalnız gözü bağlı olan adama istiqamət verir ki, sağdadır, soldadır, götür, aşağı, yuxarı, yana, bax belə. Aydınmı? Kimin gözü bağlanacaq? Heç şübhəm yox idi buna. Heç şübhəm, bağlayın gözü. Sizə də, bəli, burada yaş məsələsi. Bəli, hə? Qədərini özümüz seçməliyik, yağın. Sıxmağın qədərini. Misal üçün yağın. Ha, yox, bizə yağ lazımdır. Qədərini özünüz seçin. Yəni, nə bişirəcəksiniz o qədər. Hal-hazırda saatlarımıza baxaq, xahiş edirəm. 5 dəqiqə vaxt verəcəyik. Mən fit səsini səsləndirən kimi siz sağa, siz isə sol tərəfə özünüzdən gedəcəksiniz. Diqqətli olun. Elə isə Düz get, düz get. Götür. Tutma, məndən tutma. 3 dənə, götür. Tez. Tez elə. Tez. Hə, getdi, tut. Getdi. İstiyot. Bunlar hara getdilər? Hara getdilər? Ay yoldaş, geçin oradan. Ha, bu kenar
Burada dedi. Burada çok var. Bilmirsiniz. Burada dedi. Gel bura. Gel bura. Turşularda var. Ah. Alsa turşusu. Alsa turşusu. Ay Azər müəllim, zoğal əzməsi yoxdur. Biz də 2 saat zoğal əzməsi Bəli, axtarırıq. əməkdaşlar orada bizə demədilər. Necə deməli? Hardadır? Poru. Все? Aha. Deməli belə, siz də tapmadınız palçıq turşu. Deməli, hər iki komanda yetərincə gecikib. 12 dəqiqə yarıma gəlmişsiniz. 12 dəqiqə, 7 dəqiqə bəli. Vaxt itirmişsiniz. Deməli belə, quzu əti. Quzu əti. Aha, var. Quzu əti varmı sizdə? Siz nə götürmüşsünüz? Quzu əti. Aha. Çox yağlı yeri götürmüşsünüz. Nə bilim. Soğan hər iki komandada var. Şabalıt soyulmuş var. Var. Nar var. Zoğal turşusu yoxdur, yoxsa siz tapa bilmədiniz? Yox, bizim vaxtımız ona gedib axtarmağa, amma burada yoxdur. İstəsəz özünüz də soruşa bilərsiniz orada əməkdaşlardan. Aha. Sonra duz var, istiyot var, kərə yağı var, kişniş yoxdur. Bəli. Duz, istiyot, kərə yağı. Bu nədir? Sponsorumuzun məhsulu. Yazılmıyor baxı, bu yox. Gözüm demişdilər götürmür, götür. Yox. Götürməməliydim. Ayran yazılmıyor bax. Doğru. Bu siyahıda olmayan niyə götürmürsünüz? Aha. Deməli belə. Hər iki komanda, orada çəkilişdə bizdə nöqsanlar var ki, əlindən tutub. Bəli, bəli. Olurdu. Olurdu, bəli. Sizdə də olub belə bir şeylər. Ona görə də hər iki komanda... Amma sonradan demişəm ki, yəni elə şey olmaz. Gecdir artıq. Gecdir. Gərək əvvəldə əlini uzatanda deyərdin, əlini vurma. Vursan batdıq. Beləliklə... Bu nədir? Alsa turşusu. Nə üçün götürürsünüz? Bunu tapmışıq. Ha, yəni turşu əvəzi bunu götürüblər ki, bunu istifadə eləsinlər. Komanda... Aha, bu alça deyil axı. Göyəm də o, göyəm Bu Azər müəllim. gavalıdır. Bu gavalıdır, bəli. Alça da deyil, gavalıdır. Nəysə, 100 manat gecikməyə görə, 50 manat da təbii ki, ərzaq artıqlığına görə və ərzaq kişniş yoxdur, çaşmazlığına görə cərimələriniz. Hər iki komanda 150 manat dəyərində cərimələndi və doğrudan da ilk dəfədir ki, yəni komanda 12 dəqiqəyə gəlir. Əsas da bunun səbəbi olaraq dedilər ki, biz alçanın turşusunu tapmadıq. Ya daha doğrusu zoğal turşusu. Vaxtımızı ona sərf etdik. Ona sərf Orada etdik neçə adamdan vaxtı. soruşuruz? İndi biz dəqiqləşdirməliyik, görək ki, doğrudan mı burada zoğal turşusu bitib, yoxsa komanda tapmayıb. Bu işə bizdə həmişə İsmail baxıb. Ona görə də biz İsmaildən xahiş edirik ki, bunu dəqiqləşdirsin. Əgər hətta zoğal turşusu yoxdursa da 12 dəqiqə çoxdur. Biz ona zoğal turşusuna görə 3 dəqiqə, 4 dəqiqəni çıxsaq da belə yenə də siz... Biz fikirləşdik, yəqin tapmırıq. Ona görə axtarmaq məcburiyyətinə qaldıq. Neçə adamdan soruşduq da, biri desəydi yoxdur, o ora yönləndirir, bu bura yönləndirir. Əməkdaşlar yanlış məlumat verdilər. Son məlumat oldu ki, yoxdur, qutarıb.
Yaxşı, görək indi doğrudan mı qutarıb, yoxsa var imiş hardasa. Biz bunu biləndən sonra gedəcəyik mətbəxə. Və hər komandaya mətbəxdə ən gözəl köməkçimiz kağız dəsmalları Aura. Səliqə Səhman üçün. Elə isə belə eləyək, siz gedin mətbəxə, belə gedin mətbəxə. Belə. Mətbəxə gedirik. Hələlik. Hələlik, sağ ol. Hörmətli xanımlar və cənablar, üstəlik də uşaqlar, yalnız Bravo hipermarket şəbəkələrində Monun geyimləri var. 0 yaşdan 100 yaşa qədər hər kəs geyinə biləcək. Üstəlik keyfiyyət və sərfəli qiymət. Hələ deyəcəklərim var, gəlin. Deməli belə, 20 azeynlik Bravo Marketlər şəbəkəsində alış-veriş edin və bir kupon qazanır və bu kuponla Super 5 lotariyasına iştirak edib hədiyyələr əldə etmək olar. Nələr var? 15 ədəd iPhone 16, 10 ədəd səyahət paketi, 10.000 manat nəqd pul, bir dənə Haval H6 avtomobili və eyni zamanda da tam təmirli super hədiyyə 2 otaqlı mənzil. Necədir? Gəlin, gedək. Müəssisəmizə xoş gəlmişsiniz. Buyurun. Necə azər axşama oxşuyur? Çox sağ olun. Dəhşət azər axşama oxşuyur. Coşqun, harda qaldın? Dediklərinin hamısını aldı. Milli ət və ət məhsulları 2012-ci ildən Azərbaycanda fəaliyyət göstərir və indiyə qədər də ən yüksək keyfiyyətli məhsullar istehsal edir. Kalbasa və sosislərlə bərabər burger və dönər ətləri də istehsal etməklə məşğuldur və yüksək texnologiyadan istifadə edir. Həm gigiyenik, həm təmiz, həm dadlı, həm də ləzzətli. Üstəlik ən əsas meyarlar da budur ki, istehlakçıların etimadını qazansınlar. İnanırıq ki, artıq qazanıblar. Milli, əsl ət, əsl keyfiyyət. Salam aleyküm. Salam Azər bəy. Necəsiniz? Çox sağ olun. Sən yemək hazırlayırsınız. Bəli, bəli. Mən sizə deyim də, əgər istəyirsiniz ki, yeməyiniz dadlı olsun, bir yağ var, ondan danışmalısınız. Deməli, bu yağ ekoloji, çox təmiz və eyni zamanda çox dadlı, çox ləzzətli bir yağdır. Duru yağdır. Xanımların mətbəxdə ən yaxın köməkçisidir. Və bu yağla Neçə düzəndiniz Azər bəy? heç təcrübələnmədim. Elə mən də bu yağdan danışırdım. Ona görə. Meçda xəzər kimi mükəmməl yeməyin xüsusi dadı. Gəldik, çıxdıq mətbəxə və mətbəxdə 2 komandamız var. Sizdə göyərti var idi, eləmi? Sizdə göyərti yox idi. Sizdə əlavə götürdünüz, millanı biz istifadə elədik, içdik, çox sağ olun, minnətlər, amma götürməməliyiz. Və deməli, biz sizi cəlb eləmişdik 150 manat, 150 manat da sizi və əsas gecikməyə səbəbi siz gətirdiniz ki, turşu aldığınız marketdə turşunu alıblar, yox idi. Ona görə də biz 50 manat sizdən cəlmədən çıxırıq, 100 manat saxlayırıq. Hər komandanın 100 manat cəlməsi var, çünki o turşu marketdə yox idi, o yüzdən də biz bu 50 manatı çıxdıq. Beləliklə, deməli, bu yeməyin hazırlanmasında bizim Kuynar bəy dedi ki, bunun hazırlanmasında 20 dəqiqə vaxt bəsdir. Bəli, 20 dəqiqə ərzində bu yemək hazır olmalıdır. Bişirəcəyimiz yeməyin adı isə nar qovurmadır. Nar qovurmanı bişirmişsiniz mi nar qovurma? Yox. Bişirməmişsiniz. Oradan bura gəldik, yenə də bişirməyiblər. Siz də oradan bura gəlince bişirməmişsiniz, amma? Yox, mən pişirdim evdə. Aynı siz bişirmişsiniz. Pişirib yeyib gəlmişəm. Yaxşı eləmişsiniz. Elə isə diqqətli olun. Sizə bu yeməyi hazırlamaq üçün cəmi cümlətanı 20 dəqiqə vaxt veriləcək. Hazırsınız? Qardaşım desə içində özü üçün bir mahnı var, bir temp tutub oyla gedir. Nəsə qulağında qulaqlığı var, bəlkə musiqiyə qulaq asır. Bu hansı musiqi ritmləri altındadır? İran təranələri. İran təranə, qəşəng. Sizdə hansı musiqidir? Bizdə Enigma. Enigma? Bəli. Enigma ilə yemək pişirən birinci dəfə görürəm. Ümumiyyətlə, Enigma musiqisi altında pişirmək görmüşəm. Amma yəni yemək pişirmək... 20-ci əsrdir. Azər mənim nə qədər vaxtınız qalıb? Nə qədər? Burada ancaq vaxtla pişirir. Bəli, vaxt. Əsas bizə vaxt. Buyurun. 7 dəqiqə. Bəli. 7 dəqiqə. Tez elə, tez. 7 dəqiqə, 7 dəqiqə. Qalır. Şabalı Ha, 7 dəqiqə yandırma, yandırma. Şabu altına vaxt atacaqsınız.
Şabalı nə vaxt bişirəcəksiniz? Ən bətəri şabalı. At. Bəli, bəli. Amma hamısını yox. Hamısını yox, bəsdir. Bəsdir məncə. Bunları da at. Atma onu. O şeydir onun Atma. Soğanı. Onlar şeydir. Tutmuşam, soğanlar ehtiyac yoxdur. Əlavə tuz doğradım ki, bir də lazım olur. O axır bəli. Belə. Deməyəcəm, özündən ağıl Davam edin. 6 dəqiqəmiz var. 6 dəqiqə. Sənin həyəcanın bizə də gəlir, eləmə. Bəli, bəli. Stolu bu elektrik stolunda belə bir. Hə. Xırda. Onu da atacaqsan bu içinizə. Bəli, bəli. Qabaq əvvəlcədən deyil amma narımız da var. Palçıq turşumuz da var. Altına axtar. Ondan az qatacağım onun Yəni üstünə. bax özünüz bilərsiniz. Ondan az qatacağım. Dadı verən odur da. O dadı verən, o ləzzət Bax, verir. bax, bişirin, rahat bişirin. Rahat bişirin. Bunun Vaxtı hamısını hələ var. qatmayacağım usta zaten. Amma hamısından gelmir söhbət. Duş edə bilərsiniz. Əziz gəlmir. Bəli, bəli. Davam edək. Nəylə davam ediyor? Beləliklə Sıvı. 3 dəqiqə vaxtımız qalır. Gözlə. Doğrudan. Bəli, doğrudan da 3 dəqiqə vaxtımız qalır. Zarafat edə bilərəm. Biraz tuz bol. Nəzər alasınız. Duzuna baxa bilərsiniz yeməyin, duzuna, istiyotuna baxa Gözlə bilərsiniz. mən töküm, gözlə. Soruşmaq olar nə qədər qalıb? Buyurun. Vaxta nə qədər? Vaxta 3 dəqiqə. Elə 3 dəqiqədə qalıb. Gözləyər. Qəşəng 3 3 dəqiqə. dəqiqəyə. Az oldu Zeynə. Qəşəng. Siz baxın ha, yemək təkcə bişməməlidir. 3 dəqiqə ərzində yemək artıq qaba çəkilməlidir. Onda Əslində qab. Narat. Narat qablardan birini təmizləyin, çəkin qaba. Narın hamısını yox ha. Qabı çəkmək lazımdır. Artıq sizin dəqiqə yarım vaxtınız var. Dəqiqə yarımdan sonra yemək hazır olmalıdır. Diqqətli olun. Deyəm, saxla onu. Dəqiqə yarım vaxtınız var. Qarışdır bir daha onu. Qapağını qoy füsyon. Qoy şey olsun. Dəqiqə yarım. Dəqiqə yarım vaxtınız var. Gedir. Daşdakı. Dəqiqə yarım vaxtımız var. Çəkil. Ya Allah. Narın nəyinə? 20 saniyə. Ya Allah. Ver. Ayaqçı narın nəyinə? Qaşığımız da hazırsın. Bəyəsin Allah lazımdır. 10 saniyə. Verin, mən. 9, 8, Biz hazırıq, biz hazırıq. 7, Sonra. 6, Bəli. 5, Bura. 4, 3, Biz artıq hazırıq. 2, Hazır. Biz hazırıq. Buyurun. beləliklə vaxt tamamdır. Qaşıq burada olmalıdır. Şeffaf elə dedi. Bizə oradan. Gözəlliyə baxın. Gözəlliyə baxın. Yaşıllığa baxın. Kişilər Biz qalib həmişə gələsiz. gözəlliyə bədbəxt olurlar. Əsas dadı olsun. Birinci növbədə. İnşallah. Gözəllik ikincidir. Bizim baş koyunlarımız, aşpazımız Rəhim bəy indi bəli təzə aşpazımızdır. O pis aşpaz. Yola saldıq, transfer elədik. Daha uğurlu işlərə getsin, daha böyük işlərə getsin dedik. Biz bu aşpaz da pis aşpaz deyil, ya, bilir və baxın aşpazını deyəcək də görək. Sizcə aşpaza qədər nə fikirləşirsiniz? Yeməsəydik deyəcək. Gəl belə. Stadionla vaxtları çox da nuş olsun xanım. Stadionun yubileyini keçən yıllar isə sizə nuş olsun. Təşəkkürlərimizi bildiririk. Bəli, bax burada da stadiona çevli stadion nuş olsun xanım. Aha, nəhayət ki. Deməli belə, stadiona sport yazdım. Görürsünüz, bu da əla. Bir də sən operator yeməsən ölərdin. Çəkən sonra yeyərsən, nə olubdu? Nəysə, əslində başa düşürəm. Heç cür keçiləsi deyil. Stadionu əladır, ləzzətli. Yukarı başa tez keçin, oturun yeyib için. Tez düzün qədəhləri, tez düzün. Çay süzün ay qədəhlərə, çay süzün. Deyəsən çay axtarırsınız, hə?
Bəli, Azər müəllim, biz çox keyfiyyətli çay axtarırıq. Aha, çox keyfiyyətli və çox çeşidli çay axtarırsınızsa, buyurun. Richard və Curtis çayları tam axtardığınızdır. Üstəlik oxuduğunuza da uyğun gəlir. Bəli, əzizim, biz axtaran çay. Miniboz uşaq bezləri yeganə bezlərdir ki, Azərbaycanımızda, ölkəmizdə istehsal olunur və xaricə satışa çıxarılır. Miniboz uşaq bezlərinin hazırlandığı xam mal ölkəmizdə satılan premium uşaq bezlərinin xam malı ilə eynidir. Siz də uşaqlarınızın gecə rahat yatmağını istəyirsinizsə, dərisinin qorunmağını istəyirsinizsə, seçmenizi Minibozdan edin. Miniboz alın, razı qalın. Üç qat suyu mükəmməl hopluran, işinizi asanlaşdıran çox funksional Aura gigiyenik kağız dəsmallarının istifadə sahələri çox genişdir. Aura kağız dəsmalları mətbəxin təmizliyində, yeməklərin hazırlanmasında, vanna otağında ənənəvi dəsmalların əvəzinə qurulamaq üçün, eləcə də dəriyə qulluq zamanı əvəz olunmazdır. Aura ən gözlənilməz anlarda belə yanınızdadır. Bir sözlə, Aura evin hər yerində gigiyenanızın etibarlı təminatçısıdır. Bir sözlə, Aura, sil, hopdur, qurula. Gəldik çatdıq verilişimizin ən maraqlı məqamına və xatırlatmaq istəyirəm ki, artıq bizim verilişimizin deməli kulinarı və aşpazı rəy bildirəcək peşəkar insan Rəhim bəydir. Bugündən etibarən artıq bizim verilişimizdə rəy bildirən peşəkar siz olacaqsınız və istəyirəm ki, tamaşaçıya özünüzü tanıtdırasınız. Salam, mən Şef Rəhim Nərmanov. Şef School'da aşpazlıq dərsindən dəstəyirəm. Qızılşah yarışında Azərbaycanda keçirilən 3 dəfə bronz medala nail olmuşam. Türkiyədə keçirilən Antalyada 3 qızıl, 1 gümüş medalla vətənimizə geri dönmüşəm. Aha, yəni yetərincə işini bilən peşəkardır və artıq yeməklərə rəyi siz bildirəcəksiniz. Hətta indi bilmir ki, hansı komandanın bişirdiyi yeməkdir, tam dəqiq şəkildə rəyinizi bildirir. Bugünkü yeməklərimiz milli mətbəxdə nar qovurmadır, quzu ətindən. İlk bu boşqabdan başladım. İlk yediğim boşqabın görünüşü yaxşıdır, amma sadəcə bəzi nüanslar var. İlk öncə ətini daracam. Soğanlar çox yekədir, heç yumuşalmayıb. Sadəcə qovurma dağı gəlir, yəni turşluq yoxdur. Görünüş olaraq çox zəifdir. Tuzu azdır, istiyotu da çox azdır. Amma ətin bişməyi yaxşıdır. Bu yeməkdə isə yağı ədinin artıq çoxdur, narı çoxdur. Yəni eyni qaydada burada soğan, ət çox xırdadır. Bunun duzu normaldır, sadəcə yağı ədinin artıq çoxdur. Görünüşü elə də ürək açan deyil, amma dad cəhətdən biraz yaxşıdır. Şabalına da baxaq. Yenə eyni qaydada bunda da turşuluğu azdır və hər ikisində də əzmə turşudan çox az istifadə olunub. Hər iki yeməyin dadına baxdım və qiymətləndirməni Azər müəllimə deyəcəm. Qalibin kim olacağını Azər müəllim açıqlayacaq. Və bizim sponsorlarımıza təşəkkürlərimizi bildiririk hədiyyələrə görə. Bağdan Stadiona, Richard çayları və çörəkçidən çörək və Minibozdan hədiyyəmiz var. Eyni zamanda da
Milli Ət və Ət məhsullarına da təşəkkürlərimizi bildiririk. Və sonda qalib komanda kimdir? Bəli, bu çox maraqlı sualdır. Tamaşaçılar izlədilər, gördülər. Bizim kulinarımız Rəhim bəy çox hər yeməyin dadına baxdıqca nöqsanları açıqlamağa başladı. Hər iki yeməkdə nöqsanlar var, yetərincə nöqsanlar var. Sadəcə nöqsanlardan danışmaq istəmirəm çox, çünki sadalaya da bilərəm, artıq o efirdə səslənir, siz onu biləcəksiniz, onu eşidəcəksiniz. Ona görə orada görəcəksiniz. Sonda sadəcə bir komandanın bişirdiyi ət məhsulu daha yeməlidir deyə seçilir qalib olaraq. Çünki nöqsan yetərincə var. Nə görünüş bəyənilmədi, nə soğan doğranışı, birindən nar çox tökülüb, birində ümumiyyətlə turşundan istifadə olunmayıb, birinin duzu ümumiyyətlə yoxdur, biri biraz duzlu çoxdur. Amma bir yemək o birisindən dadlıdır. Bunu nəzərə alsın. Bu yemək də sizin yeməyinizdir. Bəli, onların yeməyi yağlıdır, nöqsanlar var, amma dadlıdır. Sizin yeməyiniz dadlı olmayıb, duzsuzdur, əti yaxşı bişməyib. Yəni ağzım açmayın da hamısını demək istəmirəm. Yaxşı deyil, uşaqlar var, ayıbdır. Ona görə də siz sadəcə ona görə qalib olursunuz ki, bu yarışmada sizin rəqib komandanız çox zəif iştirak edir. Ona görə də sizin bizdən əldə edəcəyiniz məbləğ yalnız 100 manat ola bilər. Çünki başqa ona görə biz əlavə pul verə bilmirik. Çünki niyə? Yalnız ət pişir. Daha yaxşı pişən ətdir, dadlıdır. Xeyirli olsun 100 manatınız. Sağ olun. Əgər narazı qalsanız yeməkləri oradadır. Hər iki komanda yeməklərin dadına baxa bilərlər. Və sizin komandaya da biz Mamacan restoranına 2 nəfərlik şam yeməyinə dəvət edirik. Buyurub gələ bilərsiniz. Yenə deyirəm, yeməklər buradadır. Biz, nə mən, nə rejissor, nə verilişin prodüsörü, nə heç bir işçi yeməyin dadına baxmamışıq. Yeməyin dadına yalnız kulinar baxıb. Ona görə də rəy onun rəyidir. Sözünüz varmı? Can sağlığı. Bişirməyi öyrənmək lazımdır. Hələlik sabah görüşərik. Mən pişirsəydim, yəni daha yaxşı pişirərdim. Aldım Orada pay. da dilin çıxdı Gəl, zaten. lazım idi sənə. Geri əvvəldən Gördün. bilərdim. İmkan vermədin kişiyə pişirməyə. Kimsə doğra. O birisi də elə bir orada özü üçün sex açıb. Özü onu qatdınız yeməyə siz o doğradığını. Bəli, amma palçıq turşusundan istifadə olunmamışdı elə bir. Az. Az. Çox az. istifadə eləmişdim. Onlar bütün Yox, palçıq turşusu onlarda da yoxdur sizə də. Yəni yoxsandan boşqabları boş idi axı. yeyiblər. Bizdə turşu. Onlar səhv yerə istifadə edirlər. Yemək əvəzinə özləri istifadə edirlər. Təşəkkürlər, çox sağ olun, Sağ olun, minnətdarıq. sağ olun. Amma maraqlı iştirakçılar idiniz. Sağ olun. Təşəkkürlərimizi bildirib minnətdarıq. Və bu qədər hədiyyəni bilmirəm hansı başqa verilişdə verirlər. Nuş olsun. Çox sağ olun. Hələlik Sağ olun. görüşərik.